keçəcəm, mən sizə bir çox şey deyəcəm. O deyəndə, yəni anormal şəkərlər necə idarə olur falan, onu bir sonraki qismdə deyəcəm. Amma önəmli olan və ən çox da yaddan çıxardığımız şey qism bu hissədir. Hansı ki əslində çətin deyil. Sadəcə çox diqqətlə qulaq asırsınız. Bunu elə yaxşı idarə edin, yeməyi elə düzgün idarə edin ki, sizin şəkərlər yüksəlməsin ki, vəziyyətdən çıxış üçün digər təlimə ehtiyacınız olsun. Aydındır? Buna daha çox diqqət edin. İK deyirlər buna. İK. İK deyilən bir şey. Bu nədir? Bu bizim terminlərdən biridir. Asan. Bu sudur bu. Təsəvvür edin. Su da 2 hərfdir, İK da 2 hərfdir. Yəni bu sizə aid olan bir şeydir, sizin üçün primitiv olmalıdır. Bu sizin həyatınızın içində olan termindir. İK nədir? İnsülin karbohidrat indeksi. Yəni bunun açıqlaması nə deməkdir? Nə qədər karbohidrat yesəm, hər nə qədər karbohidrat yesəm, ona bir vahid insülin vurulur. Hər uşaqda fərqlidir. Bəzi uşaqlar var ki, 30 qram karbohidrata bir vahid insülin vurmalıdır. Elə uşaq var ki, 15 qram karbohidrata bir vahid insülin vurmalıdır. Fərqi nədir? Uşaq nə qədər böyükdürsə, çəkisi nə qədər çoxdursa, onun insülinə olan tələbatı daha çox olur. Aydındır? Məsələn, bir sırayla bilək. İnci əsməni bilirsən, mən bir deyim, görüm kiminki yazıdır. O siyahını gəlir. Siyahı da olmaz. İK, məsələn, sırayla gedək. İK Məhmədəli 30'dur, 35'dir. 35. İK, deməli, Yasər'in İK'sı İK Yasər 10'uydu, 10. Sonra İK Nihat öyle 14 bugün 16 vurulacak. Bu sene 16, 8, 5, 40, artık 12.11, 12.5 lazım. 12.5 İK sen 16, 8, 5, 8, 5, 40, 12.5 edeceğim. Bir de 12.5 desem. 12.5 İK Şəmsətdir. Sən vurursan 24, İK səndə 8'dir. Tamam. Bu belə. Sonra Sadiq. Sadiq'in İK'sı Sadiq neçə kiloydu? 24 deyəsən. 25 deməli. 25 vururam. Hə, tamam. İK Sadiq 20. Sonra başqa uşaq kim qaldı? Fatimə. İK Fatimə, o da eynidir. 20. Tamam. Bütün uşaqlar oldu. Başqa kim qaldı? Bir dənə baxın. 3, 4, 5, 6. 3, 6 uşaq. Bu cədvəl yolunu çıxartdım. Cədvəli deyəcəm. Mən İK'ları sayırdım. O birisi yox. İstoriyaları. İstoriyaların içində. Nədirsə bunlar olacaq. O tutur, otur. Yok, bütün istoriyaları gəl. Qulaq asın ona görə deyil. Tamam. İndi bu İK nədir? İzahı nədir? Yəni bu kimdir? Məhməd Əli 35 qram karbohidrata bir vahid insülin düşür. Yasər'in 10 qram karbohidratına bir vahid düşür. Baxın, Yasərlə Məhməd Əlinin fərqinə baxın. 3 dəfə fərq var, düzdür? Düzdürmü? Məsələn, deməli, eyni şeyi yesə, 35 qram karbohidrat yesə, Məhməd Əli vuracaq 1 vahid, Yasər vuracaq 3 vahid. Bildin? Niyə? İndi başa salacağım yəni. Təsəvvür ki, yediyin hər 10 qrama bir vahid düşür. 30 qram yesən neçə vahid düşür? 3 dəfə çox. Neçə dəfə çox yeyirsənsə, o dəfə də çox insülin vurmalısan. Belə. İndi bunu düstur şəkli, bunu izahatını başa düşürsünüz. Yasər bu qədər. Sonra bunu hərənin için Nihat yediyi hər 12.5 qram karbohidratına bir vahid düşür. Hər 12.5 qram. 25 qram yesə 2 vahid düşür. 25 qram karbohidrat dəyərinə. Şəmsəddin yediyi hər 8 qram karbohidratına bir vahid düşür. Sonra bizdə kimdir? Fatimə 20, bir də Sadiq 20 qram karbohidratı bir vahid düşür. İndi bunu düstur şəkildə deyirəm ki, daha asan olsun sizə. Bu yeməyə görə vurulan insülin necə hesablanır? Yediyi bütün karbohidratları K yazıram. Karbohidratlar, yəni şəkər. Karbohidratları bölürsən İK-ya, alınan rəqəm nədir?
yeməyə görə vurulan insulin. Yediği bütün karbonhidratlar bölürsen İK'ya yemeğe göre vurulan insülin. İndi misal götürək. Gel buradan Novruz bayramı gel. Novruz'a ait yemekler seçeceğim. Mesela tabii ki burada danışacağım şeyler Novruz bayramıdır diye danışacağım. O demek bir günde şorbaval, pahlava şekerleri yemeği olmaz bir şekerler ya. O derecede yok. Ama yani de indi biz bayrama göre gel böyle bir şey yiyək. Oturaq bir öğün hesablayaq. Gəl yiyək. Uşaqların hərəsinə bir dənə şəkər bura verək. Gəl. Şəkər bura. Sonra nə verək yanında? Bir dənə çay içsinlər. Quru, şirin olmayan çay. Yanında baklava verək çox olar. Aşırı olar. Bir şəkər verək baklava. Çox olar. Afələməyək. Orada ne diye kızım benim yola da. Şəkər verək. Yox, bir dənə də baklava verək. Amma çıxaraq. Bırakalım. Bir de İK'ları desin. Yasərlə Mahadın İK'sı fərqlidir. Onu düzəl. Onun dozaları Matını dəyişir. yazdığınız deyirəm. Nihat 15 15 değil o. Artırmış ama fon dozaları. Doza, total doza. Onlardan. Onların dozu. Bu günler için de dozasını artırmış. Şekerler yüksek. Burada yazılır. O ilkti. İlk de değişir. O değişir. Hiç ne diyeceğim? 15. 15. Şeker buran. Onda Yasərdə də 10'dur. Yasır ondu. Yasır bu. Ona göre değişir. Şeker buna yiyək. Biraz çok özüm de